Hamıya salam qızlar. Yeni videoma xoş gəlmisiniz. Necəsiz, neyiniz, keyfiniz, halınız? Deməli həftə sonudur. Mən də yuxudan ayıldım. Biraz gec ayıldım yuxudan. Çıxdım balkona hava almağa. Neysə. Aha. İndi gedirəm özümə kahvaltı eləməyə. Uzun müddətdə ağız tadı ilə bir kahvaltı eləmirdim. Eləyim çünki iş vaxtı çox da vaxt olmur eləməyə. Oturub belə saatlarca yemək yəsən, çay içəsən və s. Onun için de gedim hazırlayayım. Ondan sonra da həftəni planlamamışam ne yiyeceğim diye bugün. Ona göre de random. Baxasıq görəsik. Ne olur? Ne yedik? Uzun müddətdir ki ürəyim istəyirdi belə rengarenk kahvaltı hazırlayayım özüme. Ona göre de dedim ki bugün olar. Ve işe koyuldum. Ümumiyyətlə yay geldi mi? Yayın simvolu renkli olan her şey kısacası. Yani təkcə renkli giymək yox, renkli yemək də lazımdır. Gönül istərdi ki, həmişə mən bu tipdə qidalanım. Sadəcə qidalana bilmirəm. Çünki mən səhər çox tezdən durmalıyam bunları hazırlamaq üçün. Və biraz tənbəl insan olduğumdan, tənbəl də deməyim də, yuxuma düşkün bir insan olduğumdan mən çox da səhər dura bilmirəm. Amma heç vaxt demirəm. Ola bilər haçansa bunu rutin halına gətirərəm. Səhər tezdən, çox tezdən oyanaram. Sağlam yeməklər hazırlayaram. Amma hələ ki yox. Yəni monoton, çay, pendir, çörək. Bundan ibarətdir. Amma həftə sonları təbii ki də özümü belə ödüllendirirəm hər zaman. Yəni evdə nə varsa və yaxud da ki 5-ci gün işten gələndə gedirəm, alıram ki, bəs 6 bazar mən özümə bu kahvaltını hazırlayacağım. İndidən bunlar burada olsunlar. Ona göre də belə alıb qoyuram ki, səhər duranda uca özümə hazır produktları şeyliyim. Xaladenkdən götürüb hazırlamaya başlayayım. Faydalı qidalardan birisi de yumurtadır. En çok da protein açısından, doyuruculuğuna göre de həmçin. Amma mən təəssüf ki, yay geldi mi bunu çox yeyə bilmirəm. Həftədə bir dəfə yeyirəm və yaxud da ki 2 dəfə yeyərəm. Çünki promoy məndə qaşınma yaradır və necə deyim, mədəmdə ağrı yaradır. Ona görə də yeyə bilmirəm. Yanında da mütləq şəkildə yaşıl çay içməliyəm ki, heç olmasa azdan çoxdan biraz mənim mədəmi tənzimləsin. Özümə hazırladığım kahvaltı bu şəkildə oldu. Çayımı da süzüm yaşıl. Mənə nuş olsun, göz haqqınızda halal eləyim. Məhsullarımı da götürdüm, sipariş verdim butikdən. Gedirəm evə doğru. Üz dəri qulluğu üçün özümə məhsullar sifariş eləmişdim. Bu məhsullar Koreya baxım məhsullarıdır. Butikdən sifariş elədim. Paketin üzərində də qeyd olunub. Keçid eləyib baxa bilərsiniz. Çox gözəl endirimlər var idi. Mən də yararlanmaq istədim mütləq şəkildə. Abartmadan deyirəm ki, hardasa məni 90 manata yaxın qabağa saldı bu endirimlər. Və hər zaman sifariş elədiyim yerdir, orijinallığından əmin olduğum bir yerdir. Yəni sizə də tövsiyə edirəm gönül rahatlığı ilə və hər zaman da burada münasib olur qiymətlər. Onlayn mağaza olduğundan dolayı. Açdım stikerlarını. Bu hissə qalıb, bunu da açar. Sizinlə bərabər açıram mən də. Səliqəli, gözəl şəkildə belə paketləyib sağ olsun. İlk önce bunları mən almamışam. Özü hediye olarak koyup bunları. Həmişə məhsul alanda belə ya testerlar, maskalar hediye koyurlar. Belə 2 dənə maska koyub o da hediye olarak. Bu il ümumiyyətlə Doktor 6 brendi çox məşhurdur. 3, 4, 5 kremi olsun, 1, 4, 7 kremi falan. Mən də onların belə güneş kremini əldə elədim. Çünki mənim dərim akneye meyilli dəridir, çox həssas dəridir. Ona göre de dedim bu yüngüldür. SPF-lerin içərisində bayağı yüngül olanı da araşdırdım. Ona göre bunu götürdüm. Ondan sonra yine eyni şəkildə akneme uygun olarak üzümü sakitləşdirəcək belə serum götürdüm. Eyni şəkildə yine bir serum əldə elədim. Bu da yine üz bariyerimi gücləndirmək üçün, dərimin
üzümün dərisinin bariyerini gücləndirmək üçün. Sonra belə bir maska. Bu endirimə düşmüşdü. Dedim bir ədəd qalıb mütləq şəkildə alım. I am from brandindən. Bu da yenə üzdə qıcıqlanma üçündür. Üzü sakitləşdirir. Ondan sonra qızartıları azaltır ki, mənim üzümdə bəzən qızarma da olur. Ondan sonra bu kremdən yana ümidim çoxdur. İnşallah üzümə düşərli olar. Yəni çox ümidliyəm mən bu kremdən. Çünki hər nəmləndirici mənim üzümə düşmür, təəssüf ki, səpki yaradır. Sonra belə göz altı kremidir bu. Göz altını ağardır, aydınlatma effekti var. Deməli, bunun içində də bir dənə böyük boy, 2 dənə də mini boy məhsullar var belə. Bu da əladır, belə çantaya atmalıq falan. Superdir. Bu tipdə. Ayaq yerinə. Ondan sonra bir dənə tonik götürdüm belə. Bu da eyni şəkildə sika tərkibli tonikdir, üz dərisi üçün. Bir dənə də üz yuma gel götürdüm. Gel deyəndə köpük geldi. Brito brendinin. Bu da yeni çıxan brendlərdəndir və çox gözəl brend həqiqətən. Cilt dostu brenddir. Bu qədər aldıqlarımız. Burada da hazırlaşdıq və dəniz kənarına getdik. Yol üstü də alış-veriş elədik ev üçün. Gösterişler de güzellik. Pomidor seçirik şurada mamayla. Orada geçenkləri var, bax, get onlardan götür. Geç öter. Belə göyərçinlər gördüm, pomidor olan yerdə necə də gözəldilər. O ayaqlarına bax elə. Qorxurlar məndən. Təbii ki. Neyse, gedim mən, qorxutmayayım bunları. İşte burada gizlənib. Kilit kumları aldı. Banan da götürüm yolda yesiyim. Böyle bir yemeği hazırladım bavul. Yanında da limonatım. Mənə nuş olsun. Siz de göz hakkınızı halal edin. Çok lezzetli görünür. Aferin bana. Buna geçen güllü çay demledim. Vazgeçilmezim. Almalı böyle bir şinyat aldım. Apple pie gedirdi. Bunun adı səhv eləmirəmsə. Belə yazılmışdı. Bundan aldım. Bir de sulu boya çekeceğim. Güllerim. Çok da geçen hava var. Belə. Qəşəng gün batımı var. Biz də oturmuşuq. Kahvemizi yudumluyoruz. Bir yandan da ağca qanadlarla mübarizə aparıq burada. Bizim Türk kahvelerimiz. Bu mənim Rozvidə. Bu da yoldaşımın. Belə ad gündən piçenyalar gəlmişdi. Bunlarla içəsik. Çox şirindilər tipləri. Yəni də belə piçenya. Əgər bunu bəyənməsək ki, bence bəyənərik. Qəşəng oxşur. Neyse, belə. Dünən çiyələklərin hamısını yudum yanlışlıqla. Overthink vaxtıma düşmüşdü. Neyse, gördüm ki, bugünə uje qaralıb çürüməyə başlayırlar. Mən də aralarından yaxşılarını seçdim. Yenidən yudum. Bacardığım qədər xırda-xırda doğradım. Dedim, ya mürəbbə ya da jem eləyərəm. Sonradan qərar verdim ki, ən yaxşısı mən jem eləyim. Həm jem turşmənzə olur, mürəbbə daha şirin olur ona görə. Həm də səhər yemək yeyəndə yağla, qızartılmış çörəklə daha qəşəng olur məncə. Belə çiyələk, turşmənzə jemlər ümumiyyətlə çiyələyin olsun, malinanın olsun və s. Gündəlik rutinlərimi elədiyimdə bəzən həqiqətən də çox fikrə gedə bilirəm. Yəni overthink oluram. Və nə məni fikrə aparır, nə ara mən fikrə gedirəm, nə vaxt fikirdən geri dönürəm. Yəni heç o anı tam algılaya bilmirəm də və özümdən asılı olmadan da bütün detayları bəzən qaçıra bilirəm. Yəni fikrim qısacası dünyada olmur. Çox biraz az oldu, eyb yox, çox şey olsa yenə töküb qaynataram, belə bir şey. Bilmirəm, bu jem olacaq, mürəbbə olacaq. Böyük ehtimal jem olacaq, çünki mən bunu əzəcəm də, ona görə jem olsun. Bir balaca bankada jem çıxacaq. Yəni çiyələklərin atılmasındansa bu daha yaxşıdır məncə. Keçən dəfə vlogumda Rozmandan bir dəfəlik istifadə olunan paket maçalardan aldım.
Burada da estetik bir video çekmeyi istedim. Çok da estetik olmadı. Neyse ama bu gün ışığının düşməsi həqiqətən çox xoşuma gəlir kuxnada bu detay. Maçamı belə düzəltdim. Dadı da belə çox wow da deyil. Tam maça tamı da vermir. Yəni içmək olar, denemək olar. Çox bayan bir şey deyil. Burada da yağlı boyama eləməyə çalışıram. Heç olmasa 1-2 saat məşğul olun. Gördüğünüz kimi belə göz də çox qəşəng görünür. Bulutlar da qəşəng görünür. Belə. Çöldə çox gözəl gün batımı var idi. Dedim ki, onsuz ki yağlı boya eləyəcəm. Oturum balkonda eləyim. Həm təmiz hava, həm də ki gün batımı, o ışıq çox estetik görünürdü, gözəl görünürdü. Mən də bu anı dəyərləndirmək istedim. Bu arada bu yoga elədiyim qızı neçə vaxtı çəkirəm, çəkib də bitirə bilmirəm. Çünki vaxtım yoxdur. Yağlı boya da elə bir şeydir ki, başladınsa gərək bütün diqqətini, bütün vaxtını, bütün gününü buna verəsən. Mən də çox vaxtım olmadığından işləyirəm deyə, işdən də yorğun gəlirəm deyə bəzən rəsm falan çəkə bilmirəm. Amma bacardığım qədər də vaxtımı ayırmağa çalışıram. Amma özümə söz vermişəm ki, bu il bu tablonu qurtarmalıyam. Başlanğıcda bu tabloda mən bir çox səhv buraxdığıma görə qeyd edeyim ki, mən professional deyiləm, həvəskar olaraq rəsmlə məşğulam. İndi o səhvləri düzəltməyə çalışıram. Növbəti səfər mütləq şəkildə mən bu səhvlərimi gördüyümdən dolayı yağlı boyaya başlayanda başlanğıc olaraq daha dəqiqliklə çəkməyə çalışacağım. Fikir versəz tabloda gün ışığı necə gəlir, dəyişir. Hətta mən bunu biraz sürətləndirilmiş versiyada qoymuşam deyə videonu. Yəni görəsiniz ki, durmadan gün ışığının keçişlərini hətta burada daha da belirgin bir hala düşür kölgə ilə falan. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ümidvaram maraqlı bir vlog alınmışdır sizin üçün. Videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Fikirləriniz varsa da növbəti vloglar üçün mütləq şəkildə mənə bildirin. Hələlik sağ olun.